Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Paralel aid olan bir sualdır uşaqlar. Deyir ki, ABC xətlər bir-birinə paraleldir. Y çıxılsın x qiymətini tapın deyir uşaqlar. Uşaqlar baxın, əgər bura 65-dirsə, qarşılıqlı bucaq olduğuna görə burada neçə dərəcə olmalıdır? 65. Bu 65 ilə y bucaqları daxili bir tərəfli bucaqlar olduğuna görə onda 65 üstə gəlinsin y bərabər 180 yaza bilərik. Elə deyil mi uşaqlar? Onda burada y bərabərdir. Məsələn, biz 115 dərəcə deyə bilərik. Bu y oldu 115 dərəcə. İndi gəldik x və 110 dərəcə. Uşaqlar baxın, əgər bura x-dırsa, avtomatik burada x olacaq. Niyə? Çünki bu bucaqla bu bucaq daxili çarpaz bucaqlardır. Bu x-dan da 110 dərəcə bucaq qonşu bucaqlar olduğuna görə onda mən x üstə gəlinsin 110 bərabər 180 deyə bilərəm uşaqlar. Buradan x də bərabər neçə oldu? 70 dərəcə olacaq. Bizə də deyir ki, y çıxılsın, x neçə dərəcədir? Onda biz 115-dən 70 çıxmalıyıq. Burada eləyəcək 5, 4. O da elədi cavabımız D variantı 45. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.